Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə keçirilən sosioloji tədqiqatın nəticələrinə, Türk Barometrinin təqdimatına həsr olunan beynəlxalq konferansda hər biriniz ürəkdən salamlayır, doğma vətəninizə xoş gəlmisiniz deyirik. Millətlərarası və regional ictimai fikrin öyrənilməsi, müqayisəli təhlillərin aparılması siyasi elitalar, akademik çevrələr və beyin mərkəzləri üçün xüsusi önəm daşıyır. Türk Akademiyasının Türk Barometri layihəsi tarixi bir missiyanı, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızstan və Özbəkistanı bir sözlə Türk coğrafiyasını elmi baxımdan hərtərəfli araşdıraraq və strateji məqsədlər naminə dərindən öyrənərək gələcəyin yol xəritəsini hazırlayır. Xatırladaq ki, Türk dünyasına baxış 2040 sənədində Türk sivilizasiyasının yüksəlişindən bəhs olunur. Türk Barometri 150 milyondan çox əhaliyə, 4,2 milyon kvadrat kilometr əraziyə, 1,3 trilyon dollardan çox üdm və geostrateji mövqeyə malik bir coğrafiyada yaşayan xalqların həyatını öyrənməklə ortaq irsin qorunmasına xidmət edir, xüsusilə elmi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün platforma yaradır. Bildiyiniz kimi, Türk xalqları arasında tarixi bağlar dərin olduğu üçün bütün formasiyalarda ideoloji siyasi çərçivələri aşaraq özünə inkişaf yolu tapa bilmişdir. Qürurla xatırlayırıq ki, ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyev həm Azərbaycanın, həm də Sovetlər Birliyinin rəhbərlərinin biri olarkən bütün Türk respublikaları ilə qurulan güclü əlaqələri ilə Türk dünyasının birliyinə xidmət göstərib. Təkcə onu deyək ki, ötən əsrin 80-ci illərində Kreml sarayında Heydər Əliyev bir çoxlarının risk etmədiyi qətiyyəti göstərərək siyasi büronun Qazaxstanda və Özbəkistanda etnik milli toqquşmalara səbəb olan qərarlarına açıq etiraz edən azsaylı liderlərdən biri olub. Ulu Öndərin böyük Kitabi Dədə Qorqud, Manas, Koroğlu kimi folklor abidələrinə verdiyi dəyər, Qazax yazılı ədəbiyyatının banisi Abay Konanbayevin yubileylərində iştiraki və parlaq nitqi, dünya ədəbiyyatına xəzinə bəxş eləyən Qırğız xalqının görkəmli yazıcısı Çingiz Aytmatovu Türk dünyasının fəxri adlandırması, Qazax mütəfəkkiri Olja Süleymanovu Aziya əsərinə görə təqiblərdən qoruması, Almatada Qarbaçov yenidən qurmasının qanlı təyinatı olan Kolbinə qarşı çıxması, Özbəkistana qarşı hazırlanan provokasiya və repressiyalar haqda Şərəf Rəşidovu xəbərdar etməsi, onunla sonadək dostluğunu qoruması böyük dövlət adamının zamana sığmayan cəsarət və ləyaqət nümunələridir. Heydər Əliyevin hələ Sovet illərində Türkiyə Cumhuriyyəti ilə münasibətlərin ideoloji, soyuq müharibə şərtlərindən asılı olduğu bir dövrdə Süleyman Dəmirəllə yaranan münasibətləri sonralar müstəqilliyin ağır illərində Naxçıvanın qorunmasında müstəsna rol oynadı. İki Türk liderinin 92-ci ildə açdıqları Ümid Körpüsü Türk dünyasının birlik simvoluna çevrildi. Qars müqaviləsi 70 ildən sonra həmin yolla açıldı. Ulu Öndərin 95-ci ildə Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Böyük Mustafa Kemal Atatürk'ün Cumhuriyyət quruculuğunu müstəqil Azərbaycan dövləti üçün örnək adlandırması fərqli şərtlər və təhlükələr qarşısında qurtuluş hərəkatı aparan iki liderin bir amalda birləşdiyini göstərir. İndi də tarix təkrar olunur. Atatürk'ün aldığı Aralıq dil ucundakı 11 kilometrlik quru sərhəddi Qarabağda parlaq qələbəmizdən sonra Zəngəzur yolunun açılması üçün mayaka çevrilib. Müstəqillik illərində Ulu Öndərin Türksoyun formalaşmasında fəal iştiraki, Türkmən şairi Məhdumqulunun, Böyük Özbək hökmdarı Əmir Teymurun, Məhəmməd Füzulinin 500, Kitabi Dədə Qorqudun 1300 illiyinin keçirilməsi də ümumtürk mədəniyyətinə, intibahına və parlaq gələcəyinə tövbələr sayıla bilərdi. Tarix boyu dünyada savaş aparan dövlətlər Avropa sərhədlərinin Çinə dək uzanan coğrafiyada 300 milyona dək əhalini birləşdirən Türk dünyasının parçalanmasına çalışıblar. Lakin hansı qitədə və imperiyada yaşamalarından asılı olmayaraq Türklər milli kimliklərini qoruyublar. Müqayisə üçün ermənilər başqa kültür, dəyər və demografiya şərtlərinə uyğunlaşma davranışı göstəriblər. İspanların bəzi adət-ənənələri, memarlıq nümunələri İslam intibahının izlərinə malikdir. Müasir İtaliyanın gücü, Roma imperiyasının idealları bir çox xalqların qarışıq mədəniyyətindən doğulub.
Lakin Sovetlər Birliyinin süqutundan sonra müstəqilliklərini elan edən və dünya siyasi xəritəsinə çıxan türk dövlətləri hazırki beynəlxalq təhlükələr və böhranlar şəraitində qlobal layları sabitləşdirən, regiona sülh və təhlükəsizlik vəd edən yeni ittifaqın qurucuları kimi çıxış edirlər. İndi Avro-Atlantik məkan parçalanır. ABŞ və Avropa Birliyi eyni iqtisadi siyasi ittifaqı özündə ehtiva etmir. Qərb qütbündəki qüvvələr öz aralarında yeni sədlər, müasir Berlin divarları çəkirlər. Lakin Moskva müqaviləsindən tam 100 il sonra Türk dünyası siyasi, iqtisadi, mədəni və hərbi birliyini Şuşa, Astana, Bişkek və Qarabağ bəyannamələri ilə möhkəmləndirir, gələcəyə dair yol xəritəsini qəbul edirlər. Prezident İlham Əliyev Türk dünyasını bir ailə elan edir. Beləliklə xalqlarımız öz köklərinə qayıdaraq, bir vaxtlar Atatürk'ün söylədiyi kimi hadisələrin böldüyü tariximizin içindən yenidən bütövləşirlər. Türk dünyası digər dünyalardan fərqli olaraq xalqları vahid çətir altında toplamaq üçün sonradan yaradılan süni ideoloji siyasi birlik deyil, ortaq tarixi və mədəni ruhun yeni minilliyə daşınmasıdır. Türk geosiyasətinin, Türk qütbünün ifadəsidir. Avropa Birliyinin Səmərqənddə Əmir Teymurun vətənində Türk dünyasını parçalamaq üçün əl atdığı planların da iflasa uğrayacağına şübhəmiz yoxdur. Çünki qardaş Türkiyəni 60 il Brüsselin qapısında saxlayanlar Orta Asiyanı Türk dünyasından ayıraraq Qərbin müttəfiqi deyil, platformuna çevirmək istəyirlər. Lakin müstəqil Kıbrısı silmək cəhdləri məhvə məhkumdur. 12 milyard avro ilə keçmişin və gələcək idealların üzərindən xərc çəkəcəyinə əmin olan Qərb, Avrasiyanı, Yaxın Şərq və Cənubi Qafqazı parçalamağa çalışır. Qlobal qapı layihəsi ilə keçmiş imperiya varisi olan dövlətləri üz-üzə qoyur. Lakin Azərbaycan birləşdirici rolu üzərinə götürərək uzaq paytaxtların planlarının qarşısını alır. İlham Əliyev ölkəsini Türk dünyasının mərkəzi etmək iddiasını qətiyyən gizlətmir. Türk dövlətləri arasında inteqrasiyanı sürətləndirən, min illərlə formalaşan tarixi mədəni birliyi, Türk ruhunu yenidən canlandıran ən mühüm hadisə heç şübhəsiz 44 günlük vətən müharibəsində qazandığımız zəfərdir. Qələbəmiz vaxtı ilə bir araya gəlmək üçün müxtəlif paytaxtlara boylanan ölkələrin beynəlxalq mövqelərinin güclənməsinə təkan verib. Təkcə Qafqazlarda deyil, eləcə də Yaxın Şərqdə və Suriya rejiminin çökməsində mühüm rol oynayıb. Qarabağ zəfəri regionda 90-cı illər məğlubiyyət dövrünün inhisarçı geosiyasi arxitekturasını dəyişdirməklə Türk dünyasının beynəlxalq və regional gücünü artıran inqilabi dönüş nöqtəsi olub. Avropa və Asiya arasındakı tarixi İpək yolunun bərpası ilə Zəngəzur dəhlizinin açılmasına zəmin yaradıb. Orta dəhliz, biz onu Türk dəhlizi də adlandıra bilərik, mahiyyətcə qitələrarası mühüm iqtisadi əməkdaşlıq perspektivini meydana gətirib. Bəli, qətiyyətlə demək olar ki, Qarabağın azad edilməsi yalnız ərazi hadisəsi deyil, həm də siyasi, mənəvi, mədəni, iqtisadi və geosiyasi coğrafiyamızın da böyüməsi deməkdir. Biz indi Türk dünyasında faciələrə və köçkünlüyə qarşı deyil, qələbə platforması ətrafında birləşirik. Zəfərimiz bu torpaqlarda min illərdir yaşadığımızın sübutudur. İndi Azərbaycan sözü daim torpaq etkisi yaşayan məkanı deyil, hər qarış vətən uğrunda döyüşməyi bacaran, onu qaytarmağa qadir olan bir millətin vətənini özündə əks elətdirir. Ermənilərin Qarabağda məğlubiyyəti ilə Türk dünyasını parçalamaq və üz-üzə qoymağa xidmət edən çoxəsrlik təxribat senariləri heç vaxt indiki qədər təsirsiz olmuyor. Qələbəmiz bütün Türk, İslam dünyasının uğurudur. Qarabağın qurtuluşu Türk dünyasının zəfəridir. Onu gələcək nəsillərə ötürmək Türk dünyası üçün Ruski Mirlə Amerikan müstəsnalığı arasında yenilməz qaladır. İndi Azərbaycanlıların azad torpaqlara böyük qayıdışı təkcə yeni vətən quruculuğu deyil, həm də min illərin ənənələrinə və köklərinə dönüş deməkdir. Ona görə də Türk dövlətlərinin Şuşada keçirilən zirvə görüşü təkcə mədəniyyət hadisəsi deyil, həm də siyasi mərkəzə çevrilən müqəddəs məkana Türk və İslam dünyasının paytaxtı statusunu qazandırmaq deməkdir. İctimai rəy sorğuları da deyilənləri təsdiq edir. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 24-cü ildə keçirilən rəy sorğusuna əsasən 61,6% respondent Azərbaycanı ilk növbədə Türk dünyası ölkəsi olaraq görür. 84,2% respondent Türk dövlətləri arasında əməkdaşlığın iqtisadi, mədəni sahələrlə yanaşı hərbi, siyasi istiqamətlərdə
genişləndirilməsi istəyini dilə gətirir. Respondentlərin 77%-i ölkəsinin milli mədəni dəyərlərini qorumalı olduğunu bildirir. 84%-i ailənin, cəmiyyətin milli adət-ənənələrinə uyğun həyat tərzini vacib hesab edir. Türk dövlətlərində yaşayan hər iki nəfərdən birinin digər Türk dövlətlərindən dostu var. Bu, cəmiyyətlər arasında yaxınlığın göstəricisidir. Həmçinin 76% Türk dövlətləri arasında münasibətlərin 20 il əvvəlki ilə müqayisədə daha yaxşı olduğu mövqeyini bölüşür. Bu göstərici Azərbaycan üzrə 86%-ə bərabərdir. 2040 vizyonu sənədinin də əsas hədəflərindən biri Türk dünyasında birlik, bərabərlik və həmrəylik şuuruna sahib bir nəslin yetişdirilməsi, təhsil və gənclik siyasətlərinin də uyğunlaşdırılmasıdır. Tarixi mənbələrdə 19-cu əsrin ortalarına qədər Buxarada fəaliyyət göstərən 200-dən çox mədrəsədə, Səmərqənd məktəbində Türk dünyasının müxtəlif yerlərindən 10 minlərlə tələbənin təhsil aldığı faktını vurğulamaq yerinə düşər. Türkün yüksəlişi 21-ci əsrin savaş meydanı olan elm, təhsil, tədqiqatlardan keçən süni zəka ilə mümkündür. Xatırladaq ki, 13-cü ildə yaradılan Türk Universitetlər Birliyi və Orhun Mübadilə Proqramı Türk dövlətləri arasında təhsil diplomatiyasını yeni bir mərhələyə daşıyıb. Lakin rəqəmsallaşma və süni intellekt çağında Türk dünyasının texnoloji yenilikləri təhsil siyasətinə inteqrasiya etməyə ehtiyacı var. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Səlcuq Bayraqdarı gənclərin idealı adlandırmışdı. İndi savaş təkcə yeraltı sərvətlərin gücü, yaxud yerüstü insan resursları ilə deyil, göylərdəki orduların əli ilə aparılır. Ona görə də Türk dünyası texnoloji hərbi suverenliyini birinci yerə qoymalıdır. Milli suverenliklərə yönələn saxta informasiya hücumlarını, kiber vətənimizi işğal eləmək və beyinləri yumaq cəhdlərini, dezinformasiya təbliğatını vətən müharibəsi nümunəsində vahid media səngərində açdığımız kimi, Qərb mərkəzli elm və təhsil məkanlarında tarixi şuura, milli mədəniyyətə, dəyərlərə və ənənəvi ailə quruluşuna yönələn hücumları da birgə təhsil, gənclik və ailə siyasətindən dəf edə bilərik. Qərbi mütərəqqi ali təhsil ocaqları heç də Kaşgarlı Mahmudun, Nizami Gəncəvinin, Əlişir Nəvainin, Cəlaləddin Ruminin, İbn Sinanın, tibb, astronomiya, məntiq, riyaziyyat və digər elmlərin tədris edildiyi mədrəsələrdən daha qədim tarixə malik deyil. Biz regionda elm və təhsil məqsədi ilə şərqdən qərbə olan axını yenidən qərbdən şərqə doğru dəyişdirməliyik. Birləşdirici qan və ruh məktəblərdə, universitetlərdədir. Fikir öndərimiz İsmail bəy Qaspıralının dildə, fikirdə, əməldə birlik şarı, ortaq əlifba və dil maniyələrini aşaraq Türk dilinin beynəlxalq ünsiyyət vasitəsinə yüksəldilməsini tələb edir. Tarixi irsi qorumaq təkcə muzey fəaliyyəti deyil, yaradıcı ruhu və idealları sürətlə dəyişən dünyaya uyğunlaşdırmaq deməkdir. Təklif edirik ki, Ulu Öndər Heydər Əliyev adına təqaüd proqramı ilə Qarabağ Universitetində Türk dünyası elmi mərkəzi yaradılsın. Qafqazın konservatoriyası hesab olunan bir məkanda Türk dünyası ali musiqi məktəbi inşa olunsun. Qarabağın azadlığının 5-ci il dönümü münasibəti ilə Türk dünyasının ən yaxşı kitabxanası layihəsi həyata keçirilsin. Xan kəndində qədim və müasir Türk dövlətlərinin bayraqları asılsın. İnanırıq ki, Türk dövlətlərinin beyin mərkəzlərinin birgə tədqiqat planları və hədəflərinin uzlaşdırılması hazırki qlobal təhlükələr və böhranlardan çıxışın yeni dünya nizamının güclü qütbi rolunu üzərinə götürməyə imkan verəcək. Müzəffər Ali Başkomandanın söylədiyi kimi, biz əminik ki, gün gələcək dünyanın bütün məsələləri Türk dövlət təşkilatları ilə məsləhətləşmə yolu ilə qəbul ediləcəkdir. Dünya tarixinə yön verən qədim millətlərdən biri olaraq Türklər təhlükəsiz gələcəyin yeni 100 ilin qurucularıdır. Çıxışımı ərazi, siyasət və nüfuz coğrafiyamızı böyüdən böyük Türk hökmdarı Əmir Teymurun sözləri ilə bitirmək istərdim. O deyir, Türklər qəhrəman millətdilər, mərddirlər, sözü bütövdülər. Keşkə başladıqları kimi də bitirə bilsəydilər. İnanırıq ki, bu tədbir münasibəti ilə biz hamılıqkən böyük ideallar naminə yaxşı başlayıb, uğurla da bitirə biləcəyik. Diqqətinizə görə sağ olun.